Bakı şəhərinin Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən bazar ərazisində qanunsuz tikinti işlərinin aparıldığı bildirilir. İddialara görə tikinti işləri rayon icra hakimiyyətinin inzibati binasına yaxın ərazidə həyata keçirilir. Bir xəbər media Xalq Online istinadən xəbər verir ki, ərazidə fəaliyyət göstərən Suraxanı Bazaraçıq Səhmdar Cəmiyyətinə məxsus bazarda aparılan tikinti üçün hər hansı rəsmi icazə və ya təsdiqləyici sənəd mövcud deyil. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi, həmçinin Suraxanı rayon icra hakimiyyəti tərəfindən tikintiyə icazə verilmədiyi qeyd olunur. Xatırladaq ki, Suraxanı rayonunda uzun illərdir qanunsuz tikinti halları ilə bağlı narazılıqlar səslənir. Müxtəlif dövrlərdə bu istiqamətdə müəyyən tədbirlərin görüldüyü bildirilsə də, problemin tam şəkildə aradan qaldırılmadığı qeyd olunur. Bu isə qanunsuz tikinti proseslərində maraqlı şəxslərin olduğu və həmin şəxslər vasitəsilə bu cür işlərin davamlı həyata keçirildiyi ilə bağlı iddiaları gündəmə gətirir. Hazırda məsələ ilə bağlı aidiyyatı qurumların münasibəti gözlənilir. Səsləndirilən iddialarla bağlı qarşı tərəfində mövqeyi olarsa işıqlandırmağa hazırıq.